Trenerlerin infak resepti. İdman zallarında ölüm devam edir. Her birimizin eşitliği üzücü haber. Dünən iş adamı, 4 uşaq atası idman zalında ürək dayanmasında dünyasını dəyişdi. Allah rəhmət etsin. Yaxınlarına səbir versin. Trenerlerin infakla yekunlaşan diyet planı ve enerji içkisinin birleşmesinden meydana gelen ölüm sebebini izah edeceğim. Tibbi açıklamasını vereceğim. Yaxın oturun. Hər biriniz üçün düşünürəm ki, faydalı olacaq. Hər vaxtınız xeyir olsun, değerli vətəndaşlar. Qida planlaması olarak trenerlerin təyin etdiyi standart bir menü var. Həmin menüdə yüksək zülal, çox az miqdarda karbohidrat və bol miqdarda maye. Və yanında təbii ki, tərəvəzlər. Nəticədə nə baş verir? Orqanizm parçalamaq üçün enerji tapa bilmir. Az miqdarda olan karbohidrat zaten gündəlik həyatında istifadə elədiyi işi gücü zamanı istifadə olunur və orqanizm yağı parçalamaya başlayır. Beləcə orqanizm ketoz rejiminə keçid edir. Yəni orqanizmin karbohidratların azlığı səbəbilə enerji mənbəyi kimi yağları parçalamağa keçdiyi metabolik dövrə ketoz dövr deyilir. Yağlar parçalanır, keton cisimciklər yaranır və bu cisimciklər böyrəklərdən atılarkən yanında özlərinə bizim üçün həyati vacib elementləri natrium, kalium, magnezyum kimi həyati elektrolitləri də özləri ilə birləşdirərək aparır. Və bu biokimyəvi prosesi trenerlər bilmir və hətta özlərini alim hesab edərək həkimlər savadsızdır deyib məzələnirlər. Və düşünürlər ki, bol maye təyin etməklə məşq edən yoldaşın qan qatlaşmasının qarşısını alacaqlar. Amma bu heç də belə deyil. Təəssüflər olsun ki. İşdən çıxmış bir idmançı zala gəlir. Zalda trenerə bildirir ki, mən yorğunam, işim ağır olub, halsızam. Təbii ki, adamın az karbohidrat qəbulundan sonra enerjisi olmadığına görə normal haldır. Və trener əlbəttə ki, vitrində olan pre-workout, yəni enerji içkilərindən neysə satmaq kimi bir plan olduğuna görə əlavə olaraq ona enerji içkisi iç, enerji partlaması yaşayacaqsan. Bunun da tərkibi kafein, yohimbe, beta-alanin, bu maddələr sinir sisteminə elektrik şoku deməkdir. Adrenalin səviyyəsini artırır, damarları daraldır, ürəyin oksigen tələbatını artırır, amma ürək təbii ki, lazım olan oksigenlə təchiz olunur. Nəticədə ventrikulyar fibralizasiya, yəni ürək titrəyir, amma qan vurmur. Koronar spazm və bir anda ürək dayanır. Tibbi dildə bu simpatik fırtına plus elektrolit pozulması nəticəsində yaranan kəskin ventrikulyar aritmiyadır. Sadə dildə desək isə trener planı ilə yekunlaşan ölüm. Bu içkilərdəki kafein, yohimbe və sinefrin birlikdə adrenalin sistemini zorla işləməyə vadar edir. Bu qısa müddətli enerji hissinin yaranması, qısa dövrdə çox enerjik olmaq, daxildə koronar spazm yaradır, hipoksiya baş verir. Yəni, orqanizm sanki yüksək gərginlikdə elektrik xətti kimi qızır və ürək yanır. Əgər sən pəhriz yazırsansa və insanın elektrolit balansını, EKG-sini, lipid profilini bilmirsənsə, sən idmançıya forma yox, ölüm protokolu yazırsan. Trener, bədən laboratoriya deyil. Orada səhv reseptin nəticəsini düzəltmək olmur. Trenerin verdiyi pəhriz tibbi sənəd deyil, tibbi cinayətdir. Enerji içkisi qida deyil. Yəni, nəzərinizdə olsun. Yəni, buna qida əlavəsi kimi, zərərsiz bir məhsul kimi baxmayın. Farmakoloji stimulyator qarşılığıdır. İkisinin birləşməndən, yəni həm diyeta, həm enerji içkisi nəticəsində kəskin aritmiya, koronar spazm, infarkt, son ölüm. Və düşünürəm ki, mənim bu məlumatlarım sizin üçün faydalı oldu. Canınızı trenerlərə yox, həkimlərə etibar edin. Qida əlavəsini, diyet planlamasını yalnız tibbi təhsili olan həkim və diyetolog tərtib edə bilər. Hər hansı bloger, influencer, trener bunu eləməyə haqqı yoxdur və sizin həyatınız üçün çox böyük bir təhlükədir. İdmana başlamamışdan öncə həkim müayinəsindən keçmək mütləqdir. Düşünürəm ki, bu paylaşımı sizə böyük bir faydası olacaq və hətta özünüzü o planın içərisində görmüş olacaqsınız ki, sizə də bunların böyük qismi təyin olunub.